Toppuş və qırmızı yumaq. Balaca ağbəniz pişik quyruğunu bulaya-bulaya nənəsinin toxuma səbətinə yaxınlaşdı. Səbətin düz ortasında yumşaq, qırmızı bir yun yumaq dururdu. Balaca pişik elə zənn etdi ki, bu yumaq onunla oynamaq istəyən canlı bir varlıqdır. O, sağ pəncəsi ilə yumağa yavaşca toxundu. Yumaq yerindən tərpənib xalçanın üstü ilə irəliyə doğru yuvarlandı. Pişik böyük sevinclə onun ardınca qaçmağa başladı. Amma o qaçdıqca yumağın ipi sürətlə açılır, yerdə uzun bir cığır kimi uzanırdı. Az sonra balaca pişik tamamilə qırmızı ipə dolandı. O, yerindən tərpənə bilməyib, acizcəsinə miyav, miyav deyə səs çıxardı. Nənə otağa daxil olanda bu qəribə mənzərəni gördü və gülümsədi. O, pişiyi iplərin arasından ehtiyatla qurtardı. Sonra onu qucağına alıb mehriban səslə dindirdi. Nənə pişiyin başını sığallayaraq dedi: "Ay dəcəl, o sənin rəqibin deyil, sadəcə cansız bir oyuncaqdır." Pişik isə dərhal nənəsinin isti qucağına sığınıb rahat nəfəs aldı.